Demək, davam edirik. Səfəvi Osmanlı müharibəsinin ikinci mərhələsi, hansı ki 1578 1590-cı illəri əhatə eləyir. Bu Səfəvi Osmanlı müharibəsinin ikinci mərhələsi hesab olunur. Demək, Şah 1-ci Təhmasib vəfat etdikdən sonra 1576-cı ildə Şah 1-ci Təhmasib vəfat edir və Səfəvi dövlətində sabitlik pozulur. Şahın ölümündən sonra iki oğlu həyatda qalırdı. İsmail Mirzə və Heydər Mirzə və bu ikisinin arasında hakimiyyət uğrunda mübarizə gedirdi, mübarizə baş verdi. Mübarizə mərkəzi hakimiyyətin zəifləməsinə səbəb oldu. Bu hakimiyyət mübarizəsi nəticəsində ustacılı tayfasının müdafiə etdiyi Heydər Mirzə Qəzvində öldürülür və Təhmasibin dövründə 20 ilini məhbəsdə keçirmiş İsmail Mirzənin tərəfdarları qələbə qazanır, onu azad edirlər və ikinci İsmail adıyla taxta otuzdururlar. Şah 2-ci İsmailin hakimiyyət illəri 1576-1577-ci illəri əhatə etmişdir. Demək, Şah 2-ci İsmailin hakimiyyəti dövründə o dövrün tarixçilərin verdiyi məlumata görə Şah 2-ci İsmail son dərəcədə cəsur, qorxmaz bir insan idi. O dövlətin idarəsini tamamilə öz əlinə keçirmişdi. 2-ci İsmail sünni-şiə ziddiyyətlərini yumşaltmaq, hər iki məzhəbdə arasında ixtilafa son qoymaq istəyirdi. Lakin sonralar bunu Nadir Şah eləmişdi də, yəni nail olmuşdu buna. Lakin onun sui-qəsd nəticəsində öldürülməsi bu tədbirləri yarımçıq qoydu və beləliklə 1577-ci ildə Şah 2-ci İsmail sui-qəsd nəticəsində öldürülür. Çünki Qızılbaş əyanları Şah 2-ci İsmailin apardığı bu tədbirlərdən narazı qalmışdılar əlbəttə ki və nəhayət onu öldürdülər və bununla da hakimiyyətə Məhəmməd Xudabəndə gəldi. Təhmasibin digər oğlu Məhəmməd Xudabəndə gəldi. Məhəmməd Xudabəndənin hakimiyyət illəri demək 1000 dəqiqə burada demək qeyd edəcəm. 1578 bu yadda qalan nömrədir. 1587-ci illərdə hakimiyyətdə olmuşdu. Necə deyərlər, zerkalni nömrədir də, axırları yəni sizə yadda qalmağa kömək eləyəcəkdir. Məhəmməd Xudabəndənin hakimiyyət illərində mərkəzi hakimiyyət zəiflədi, dövlət xəzinəsi boş qaldı. Çünki Məhəmməd Xudabəndə iradəsi zəif bir hökmdar idi. Qızılbaş əmirləri arasında mübarizə gücləndi. Osmanlılar Azərbaycana yenidən hücuma başladılar. Çünki o xanımı Məhdi Ülya xanımı Ali Divanın vəkili vəzifəsinə qədər yüksəltmişdi və biz də bilirik ki, vəkil şahdan sonra ikinci demək, yəni mühüm bir vəzifə idi və Məhdi Ülya xanım özü fars olduğuna görə və o da hakimiyyətində, yəni öz ətrafında tacikləri, farsları yüksək vəzifələrə demək təyin eləyirdi. İkinci Səfəvi Osmanlı müharibələrinin başlanmasına baxaq. İkinci Səfəvi Osmanlı müharibələri demək bu səbəbi nə oldu? Səbəbi əlbəttə ki, odur ki, daxili çəkişmələr səbəbindən, demək Səfəvi dövlətindəki gərgin vəziyyət səbəbindən Osmanlı sultanı 3-cü Muradın hakimiyyət illəri demək 1574-1595-ci illərdə hakimiyyətdə olmuşdur və onun bu hakimiyyət illərində Osmanlılar yenidən Səfəvilərin üzərinə hücum etdilər və burada Osmanlıların Van hakimi Xosrov Paşanın təhriki ilə Osmanlı Səfəvi sərhədlərində
Kürdlər qiyam qaldırdılar. Van hakimi Xosrov Paşanın ordusu kürdlərlə birlikdə Xoy şəhərinə hücum elədi. Qədim Azərbaycan şəhəri olan Azərbaycanın cənub-qərbində yerləşən Xoy şəhərinə hücum etdilər. 1555-ci bunun hücum etməsi ilə 1555-ci ildə Amasya sülh müqaviləsinin şərtləri pozuldu. Səfəvi-Osmanlı müharibələrinin ikinci mərhələsi başladı. Səfəvi-Osmanlı müharibəsinin ikinci mərhələsi 1578-1590-cı illəri əhatə eləyir. 1590-cı illəri əhatə eləyir və müharibədə Osmanlı dövlətinin vassalı və müttəfiqi Krım xanı da bu müharibədə iştirak edirdi. Əlbəttə ki, Osmanlı tərəfindən iştirak edirdi. 1578-ci ildə 3-cü Murad öz deməli paşası və yaxın adamı Mustafa Lələ Paşanın başçılığı ilə 100 minlik qoşunu Gürcüstan istiqamətində Azərbaycana göndərdi və ilk döyüşdə qızılbaşlar qalib gəldi. Lakin Osmanlı qoşunu əlavə qüvvələri gücləndirərək 1578-ci ildə baş verən, yəni 1578-ci ildə baş verən Çıldır gölü yaxınlığındakı döyüşdə, Çıldır döyüşündə demək qələbə qazandı Osmanlı qoşunu. Osmanlılar Şərqi Gürcüstanı işğal etdilər. Şərqi Gürcüstanı işğal etdilər. Hansı ki, bu Şərqi Gürcüstan demək Amasya sülh müqaviləsi ilə o Səfəvilərə qalmışdı. Demək Çıldır döyüşündəki Səfəvi qoşununun məğlubiyyətinin əsas iki səbəbi var idi. Qüvvələr nisbəti Osmanlının xeyrinə idi, qızılbaş tayfalar arasında birlik yox idi. Bax, bu iki səbəbə görə Osmanlılar burada qalib gəldilər. Çıldır döyüşündən sonra hərbi əməliyyatlar davam etdirdi Osmanlı. Onlar deməli hərbi əməliyyatlar davam edərək Şirvanı ələ keçirdilər. Şirvan ələ keçirdikdən sonra, yəni eyni ildə, ili dəyişmirəm, 1578-ci ildə demək Şirvanda Səfəvilər əleyhinə qiyam baş verdi və bu qiyam, yəni 1578-ci ildə Şirvanda baş verən qiyam Osmanlıların işini daha da asanlaşdırdı. Bax 1538-ci il və 1578-ci ildə baş verən qiyamlar, eyni ildə baş verən qiyamlar Şirvan qiyamları oxşarlıq təşkil eləyir. Demək bu qiyam nəticəsində Osmanlılar təzədən bir daha demək Səfəvilərin üzərinə yürüş etdilər. Kürdən şimalda yerləşən Azərbaycan torpaqları Osmanlıların hakimiyyəti altına keçdi. Kür bilirik də hamımız harda yerləşir. İndi mən burada qalereyamda Azərbaycan xəritəsini tapacağam. Bəli. Baxın, indi burada baxırıq, Kürdən şimal torpaqlar, bax bunu yaxınlaşdıra bilərik, görək yaxınlaşdıra bilirikmi? Yaxınlaşdıraq. Baxın, bax burada Kürdən şimal torpaqlar nəzərdə tutulur. Bax, buradan Kürdən şimal torpaqlar, bura Bakıdır. İndi mən burada qeyd edə bilmirəm. Kürdən şimal torpaqlar nəzərdə tutulur və bu torpaqları, hansı ki bu torpaqları demək ələ keçirdilər. Sonra demək davam edirik. Demək, Kürdən şimal torpaqlar Osmanlılar tərəfindən ələ keçirildi. Osmanlının hakimiyyəti altına keçdi. Sultanın tələbi ilə Krım xanları da şimaldan Şirvana daxil oldular. Bu zaman Səfəvi qoşunlarının baş komandanı Şah Məhəmməd Xudabəndənin oğlu Həmzə Mirzə Şirvanı azad etmək üçün hərbi əməliyyatlara başladı. 1578-ci ilin noyabrında Ağsu çayı sahilində, baxın, demək 1578-in noyabrında və bayaq biz dedik Molla Həsən döyüşü, belə Çıldır gölü yaxınlığındakı döyüş. Çıldır gölü yaxınlığındakı döyüş demək bundan öncə baş vermişdi, avqust ayıydı. Səhv eləmirəmsə avqust ayında baş vermişdi. Lakin Molla Həsən döyüşü noyabr ayında baş verdi. 1578-ci ilin noyabr ayında Molla Həsən Ağsu yaxınlığında Molla Həsən döyüşü baş verdi və bu Molla Həsən döyüşündə Krım xanının qoşunu məğlub edildi. Krım xanı Adil Gəray əsir alındı. Səfəvilər Şirvanı azad etdilər.
Haranı azad etdilər? Şirvanı. Şirvanı azad etdilər və burada demək Şirvanın azad edilməsində Krım xanı Adil Gəray əsir alındı. Lakin Dərbəndi geri almaq mümkün olmadı, çünki güclənən daxili çəkişmələr Səfəvilərin Şirvanda möhkəmlənməsinə mane oldular. Müharibədə üstünlük yenidən Osmanlıların tərəfinə keçdi. Sonra növbəti döyüşümüz 1583-cü ildə Niyazabad döyüşüdür. Niyazabad döyüşü demək Niyazabad döyüşü. Baş verən Niyazabad döyüşündə 1583-cü ildə Çuxurçat vilayətini tutdular. Daha sonra demək Niyazabad döyüşündə Səfəvi-Osmanlı müharibəsinin gedişatında Səfəvilərə uğur qazanmağa imkan verməyən məsələlər xəzinənin boşalması idi, qızılbaş ayanları arasındakı çəkişmələr idi, mərkəzi hakimiyyətin zəifləməsi idi. Osmanlı sultanı Səfəviləri iki cəbhədə müharibə aparmağa məcbur eləməkdən ötürü yenidən Şeybaniləri Səfəvilərin üzərinə saldı və 1514-cü ildə bunu Sultan 1. Səlim də etmişdi. Nəticədə Səfəvilər Şirvanı geri almaq cəhdləri boşa çıxdı. 1583-cü ildə deməli Osmanlılar Çuxursəd vilayətini tutdular və deməli Çuxursəd vilayətini tutduqdan sonra demək burada Osmanlı deməli 1585-ci ildə Sufyan döyüşü baş verdi. Deməli, Sufyan döyüşü Səfəvilərlə Osmanlılar arasında 2 dənə Sufyan döyüşü var. Bu Sufyan döyüşü 1585-ci ildə baş vermiş Sufyan döyüşündə deməli Osmanlılar top atəşlərinlə Təbrizi aldılar və bu döyüşdə Səfəvilərə Osmanlıların qalib gəlməsində əsas rolu demək Osmanlıların sayca üstünlüyü və Həmzə Mirzənin başçılıq etdiyi qızılbaş qoşunlarının geri çəkilməsi səbəb oldu. Deməli, burada diqqətinizi çəkim ki, Mirzə şahzadələrə verilən titul idi, adı idi. Mirzə adı. Sufyan döyüşündən sonra Osmanlılar Təbrizi tutdular. Şəhər əhalisi şiddətli müqaviməti Osmanlı paşasını qəzəbləndirdiyinə görə onlar Yeniçərilərə şəhəri talan etməyə əmr verdilər. Şərqdə ən böyük bazar olan Qeysəriyyə bazarı yandırıldı. Sizə testə düşərsə, Qeysəriyyə bazarının yandırılması 1585-ci ildə Sufyan döyüşündən sonra baş vermişdi. Lakin bu döyüşlərin gedişatında Həmzə Mirzə hər cəhdlə Osmanlı qoşun başçılarını sülh bağlamağa, sülhə dəvət eləyirdi. Lakin heç cürə Osmanlılar bu sülhlə razılaşmırdılar və bu sülh danışıqlarının gedişatında və biz niyə razılaşmırdılar? Ona görə ki, Osmanlılar aldıqları ərazilərin tamamını Osmanlıda qalmasını tələb edirdilər. Lakin Həmzə Mirzə Təbrizin geri qaytarılmasını istəyirdi, qızılbaşlarda qalması şərti ilə. Bu demək o sülh müqaviləsinin imzalanmasına razı olacağını bildirirdi. Ona görə də bu sülh danışıqları uzanırdı. Nəhayət bu danışıqların getdiyi ərəfədə Həmzə Mirzə Qarabağda sui-qəsd nəticəsində qətlə yetirilir və sülh danışıqları yarımçıq qalır. Bundan istifadə edən 3-cü Muradın ordusu demək 1586-89-cu illərdə deməli 3 il müddətində deməli Səfəvi torpaqlarının geri alınmasında, torpaqlarının işğal edilməsində görə hərbi əməliyyatlar yerinə yetirdi və bundan istifadə edən deməli Şeybanilər Xorasanı geri aldılar. Çünki Xorasan 1510-cu ildən Səfəvilərin hakimiyyəti altında idi və beləliklə Xorasan Şeybanilər tərəfindən tutuldu. Deməli Azərbaycanın böyük bir hissəsi isə Osmanlılar tərəfindən işğal edildi. Bu
Bundan sonra göründüyü kimi Səfəvilər dövləti ağır bir vəziyyətdə idi. Torpağının böyük bir ərazisini itirmişdilər. Xəzinə boşalmışdı. Müharibə, döyüşlər həm həlakətlə, həm fəlakətlə nəticələnmişdi və belə bir şəraitdə deməli 1587-ci ildə Səfəvi sarayında çevriliş baş verdi və Məhəmməd Xudabəyəndə hakimiyyətdən uzaqlaşdırıldı. Hakimiyyətə onun 16 yaşlı gənc oğlu, uzaqgörən oğlu Şah Abbas gətirildi. Böyük Abbas adlandırılan Şah Abbas sonradan Səfəvi dövlətinin deməli dirçəlməsində, öz torpaqlarını geri qazanmasında çox böyük əvəzsiz rolu olmuşdur. Şah 1-ci Abbasın hakimiyyəti gələn kimi ilk tədbiri nədən ibarət oldu? Müharibənin fəlakətini anlamışdır. Dövlətin varlığını qorumaq üçün mütləq şəkildə Osmanlılarla sülh danışıqlarına başladı. Mərkəzi hakimiyyətə qarşı çıxan hərbi köçəri əyanları cəzalandırdı. Qızılbaş tayfa başçılarının irsilik prinsipini ləğv elədi. Çünki o dövrdə qızılbaşlar çox böyük nüfuza malik idilər. Şah 1-ci Abbas 1590-cı ildə Osmanlılarla demək buraya yazırıq. 1590-cı ildə İstanbul sülhü imzaladı. İstanbul sülhü Osmanlılarla Səfəvilər arasında bağlanan ən ağır şərtli müqavilə idi. Ən ağır şərtli müqavilə idi. O dövrə aid olan ən ağır şərtli müqavilə idi. Belə ki, İstanbul müqaviləsinin şərtinə görə Ərdəbil, Xalxal, Qaradağ, Zəncan, Qəzvin, Lənkəran istisna olmaqla bütün Azərbaycan torpaqları Osmanlılara verildi. Şərqi Gürcüstan və İranın qərbi Osmanlı dövlətinin nəzarəti altına keçdi. Gördüyünüz kimi Azərbaycan ərazisində cəmi 1, 2, 3, 4, 5, 6 torpaq istisna olmaqla Ərdəbil, Xalxal, Qaradağ, Zəncan, Qəzvin, Lənkəran. Bu torpaqlardan başqa bütün torpaqlar Osmanlılara verilmişdi. Sadəcə bu bir manevr idi. Manevr edərək demək Səfəvi hökmdarı Şah 1-ci Abbas vaxt qazanmağa çalışırdı. Azərbaycanda demək bu dövrdən sonra artıq 1590-cı ildən sonra Osmanlıların idarəçilik dövrü başlayır. Çünki Osmanlılar özünün yəni 1578-90-cı illərdə işğal etdikləri yerlərdə öz idarəçilik sistemini qurdular, idarəçilik prinsiplərini qurdular və Osmanlıların idarəçiliyi dövründə Azərbaycan ərazisi vilayətlərə, bəylər bəyliklərə, sancaqlara bölündü. Azərbaycan əhalisi və onların əmlakı siyahıya alındı. Bu siyahıya alınmanı vaxtilə Sasanilər və demək Əməvilər də etmişdilər 725-ci ildə Azərbaycanda əmlaki və siyahıya alınma. Azərbaycanda yeni vergi və mükəlləfiyyətlər tətbiq etdilər. Ərazi üzrə xüsusi vergilər və vergi dəftərləri tərtib edilmişdi. Dərsimiz bu qədər. Yəni gələn dərsimizdə biz Şah 1-ci Abbasın islahatlarını öyrənəcəyik sizinlə. Xahiş edirəm dərsi bura qədər dinlədinizsə bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Təşəkkür edirəm. Sizinlə tarix müəllimi Nurlana Nadirova idi. Xudahafiz. Gələn görüşlərimizə qədər.